Təsəvvür edin ki, sükan arxasındasınız, belə deyək, tamamilə tanımadığınız bir yoldasınız və GPS cihazınız qəflədən nasaz işləməyə başlayır. Cihaz sizə qabaqdakı uçurumu, kəskin döngəni və ya tıxacı demir, sadəcə qışqırır ki, sürətli sür, qaza bas, dayanma. Hə, ən qorxulu ssenaridir. Düzdür. Yəni, belə bir vəziyyətdə o cihazın sözü ilə gedərdinizmi? Yəqin ki, yox. Çünki bu sadəcə təhlükəli deyil, eyni zamanda fəlakətə birbaşa dəvətnamədir da, belə deyək. Tamamilə. Amma maraqlıdır ki, məsələ bizim karyeramıza, biznesimizə və ya, nə bilim, həyat qərarlarımıza gəldikdə, biz məhz belə bir kor-koranı şüarı rəhbər tuturuq. Yəni, o məşhur tez uğursuz ol, tez-tez uğursuz ol mantrasını. Aha, o məşhur Silikon Vadisi mantrası. Bəli. Siz də yəqin ki, bu ifadəni 1000 dəfə eşitmisiniz. Bugün biz bu dərin təhlilimizdə məhz bu şüarın əslində nə qədər yarımçıq və bəzən zərərli olduğunu araşdıracağıq. Və əlimizdə çox möhkəm bir mənbə var. Elədir. Bugünkü missiyamız Amy Edmondsonun tədqiqatları, xüsusilə də onun uğursuzluqla bağlı yanaşması üzərindən bu anlayışı yenidən kəşf etməkdir. Çünki bəli, uğursuzluqdan öyrənmək yaxşıdır, amma axı hər uğursuzluq eyni deyil. Dəqiq. Yəni, bəziləri həqiqətən tərəqqi üçün vacibdir, bəziləri isə sadəcə mənasız bir zərbədir, vaxt itkisidir. Bax elə, buradan başlayaq. Yəni, niyə biz uğursuzluqları bir-birindən fərqləndirməkdə bu qədər acizik? Ən kiçik bir səhv edəndə belə beynimiz niyə sanki, bilmirəm, dünyanın sonu gəlibmiş kimi reaksiya verir? Çünki bizim o reaksiyamız məntiqi deyil. Yəni, tamamilə biolojidir. Təkamül bizə uğursuzluqları fərqləndirməyib. Qədim dövrləri düşünün də, əgər qəbilədən kənarda qalırdınızsa... məhv olurdu. Bəli, fiziki ölüm deməkdir. Ona görə də bugün, məsələn, siz rəhbərinizə səhv bir hesabat göndərəndə, beyninizin o amigdala hissəsi elə reaksiya verir ki, elə bil arxanızcan vəhşi bir heyvan qaçır. Yəni, bizdə bioloji olaraq negativlik qərəzi var. Aha, itkiyə qarşı nifrət. Düzdür. Biz itkidən qorxuruq, yəni bioloji olaraq ona nifrət edirik. Bu dediyiniz mənbələrdə oxuduğum o qəhvə fincanı təcrübəsini yadıma saldı. Bizi dinləyənlər üçün bunu mütləq danışmalıyam, çox maraqlıdır. Deməli, insanlara tamamilə adi, heç bir xüsusi dəyəri olmayan bir qəhvə fincanı verirlər. Aha. Sonra da soruşurlar ki, yaxşı, bunu başqasına neçəyə satarsan? Nəticə adamı şoka salır. İnsanlar artıq sahib olduqları o fincanı satmaq üçün onu sadəcə vitrindən almağa verəcəkləri puldan düz 2 dəfə çox məbləğ tələb edirlər. 2 dəfə çox, bəli. Yəni, sadəcə nəyəsə sahib olmaq və onu itirmək ehtimalı belə bizim ona verdiyimiz dəyəri süni şəkildə artırır da, əlimizdəkini itirməmək üçün irrasional bir mübarizə aparırıq. Baxın, tam da budur. İtkiyə qarşı onun nifrət o qədər güclüdür ki, bizi, yəni reallıqdan tamamilə uzaqlaşdırır. Biz əlimizdəkinin dəyərini şişirdirik, çünki geri addım atmaq bizim o qürurumuza və belə deyək, təhlükəsizlik hissimizə toxunur. Uşaqlarda bu daha aydın görünür məncə. Hə, uşaq psixologiyasında çox netdir. Mənbədə bir 3 yaşlı uşaqla bağlı hekayə var, Sander'in hekayəsi. Deməli, atası dar bir küçədə maşın sürərkən çox yaxından keçir və ehtiyatsızlıqdan park edilmiş bir BMW-nin güzgüsünə sürtünür. Güzgü qırılır, o səs gəlir. Aha. Və maşının arxasında oturan 3 yaşlı uşaq o saniyə qışqırır ki, mən heç nə etməmişəm ata. Yəni, təsəvvür edin də, uşaq sükanda deyil. Maşını o sürmür axı. Düzdür. Qəzaya heç bir aidiyyəti yoxdur. Amma o səs, o uğursuzluq anı dərhal özünü müdafiə mexanizmini işə salır. Günahı özündən uzaqlaşdırmaq instinkti. Yəni, bu bizim təməl vəziyyətimizdir. Bir növ səhv etdiyimizi boynumuza almaq bizə fiziki bir ağrı verir. Və əslində bu uşağın reaksiyası bizim böyüklər kimi ofisdə və ya işdə necə davrandığımızın eynisidir. Sadəcə, yəni, biz bunu daha mürəkkəb cümlələrlə edirik də. Güzgünü qırırıq və dərhal deyirik ki, mən etməmişəm, sadəcə bazar şərtləri belə idi və ya departament gecikdi. Bəli, bəhanələr formalaşdırırıq. Yaxşı, bəs bu qorxunu necə yumuşalda bilərik? Yəni, uğursuzluq həmişə belə faciə kimi hiss olunmalı daxı. Əsla. Yəni, hadisəni beynimizdə necə formalaşdırmağımız hər şey dəyişir. Buna yenidən çərçivələmə deyirlər. Olimpiya medalçıları üzərində aparılan bir araşdırmalar bunu çox gözəl izah edir. Ki, gümüş qızıldan sonra ikinci ən yüksək pillədir. Amma araşdırmalar göstərir ki,
bürünc medalçılar kürsüdə gümüş medalçılardan qat-qat daha xoşbəxt görünürlər. Gözləyin, doğrudan. Niyə axı? Gümüş medalçı dünyada rəsmən ikinci ən yaxşıdır. Bürünc isə, yəni dördüncü yerdən sadəcə bir addım öndədir də. Baxın, məsələ burasındadır. Psixologiyada biz buna əks-faktiki düşüncə deyirik. Yəni, beynimiz dayanmadan ssenarilər yazır ki, kaş ki belə edərdim. Gümüş medalçı kürsüdə dayanır və geriyə baxır. Düşünür ki, mən qızıl medalı necə əldən qaçırdım. Aha, qızılı itirdim deyə düşünür. Bəli. Elgiyir ki, əgər son saniyədə biraz da sürətli olsaydım, qızıl mənim idi. Yəni, o qazancını bir itki kimi, uğursuzluğunu isə qızılı itirmək kimi çərçivələyir. Amma bürünc medalçı hara baxır? Aşağıya, dördüncü yerə. Onun beynindəki ssenari budur ki, az qala medalsız qalacaqdım, nə yaxşı ki bu kürsüdəyəm. O, fəlakətdən xilas olduğuna sevinir. Dəqiq. Yəni, uğursuzluğa yox, qazandığına fokuslanır. Bizim də bir hadisəni necə çərçivələməyimiz, ondan öyrənmə potensialımızı təyin edir. Anladım. Amma yəqin ki, siz, yəni bizi dinləyənlər də daxil olmaqla, bəlkə də belə bir skeptik sual verirsiniz ki, yaxşı, anladıq, səhvlərimizi qucaqlayaq, onlara fərqli baxaq, amma biz bütün səhvlərimizi belə rahatlıqla qəbul etsək, bu standartlarımızı aşağı salmaq demək deyilmi? Hə, bu çox yayılmış bir qorxudur. Yəni, hər kəs xəta etməkdə sərbəstdirsə, şirkətdə və ya həyatda keyfiyyəti necə qoruyacağıq? Axı, heç kim xaos içində yaşamaq istəmir. Çox haqlı sualdır, amma mənbədə Edmondson bunun əslində yanlış bir dilemma olduğunu sübut edir. Yəni, yüksək standartlarla o dediyimiz psixoloji təhlükəsizlik eyni anda mövcud ola bilər. Necə yəni? Adətən ya sərt intizam olur, ya da xaos. Çox vaxt elə düşünürük. Amma psixoloji təhlükəsizlik, yəni hər şeyə icazə vermək, məsuliyyətsizlik mühiti demək deyil. Bu, insanların qorxu olmadan, kimsə tərəfindən mühakimə edilmədən, mən bunu bilmirəm, burada köməyə ehtiyacım var və ya mən səhv etdim deyə bilməsi mühitidir. Təsəvvür edin ki, bir cərrah əməliyyatdadır. Hansısa proseduru dəqiq bilmir, amma o qədər qorxur ki, cəzalandırılmaqdan bunu gizlədir. Fəlakət olar. Bəli, o kiçik səhv böyüyüb xəstənin ölümü ilə nəticələnə bilər axı. Amma əgər orada təhlükəsizlik mühiti varsa, cərrah anında sözünü deyir və kiçik səhv böyümədən həll olunur. Deməli, psixoloji təhlükəsizlik əslində standartları aşağı salmır, əksinə fəlakətlərin qarşısını alan bir klapan rolunu oynayır. Dəqiq belədir. Çox güclü yanaşmadır. Yaxşı, tutaq ki, biz bu təhlükəsizlik klapanını qurduq, emosional maneələrimizi aşdıq, biz axı dedik ki, bütün uğursuzluqlar eyni deyil. Bəli. O zaman gəlin keçək qeyd olunmağa dəyər olan bizim istədiyimiz o yanlış növünə, yəni ağıllı uğursuzluqlara. Ən maraqlı hissə. Bunlar bizi irəli aparan, yeni kəşflərə səbəb olan səhvlərdir, amma hər səhv ağıllı səhv deyil də, mənbələrdə bunun 4 çox dəqiq kriteriyası var. Bunu bizi dinləyənlər üçün necə sadələşdirə bilərik? Çox sadə dildə deyim. Birinci kriteriya odur ki, bu risk tamamilə yeni bir ərazidə baş verməlidir. Yəni, sizin əlinizdə əvvəlcədən hazırlanmış, cavabı bəlli olan bir təlimat yoxdur. Aha, xəritə yoxdur. Bəli. İkincisi, bu risk hansısa mənalı bir fürsətə aparmalıdır. Yəni, sadəcə əyləncə üçün gedib uçurumdan atılmırsınız ki. Üçüncüsü, kör-körənə hərəkət etmək olmaz. Atdığınız addım mövcud biliklərə, məntiqi bir fərziyyəyə söykənməlidir. Hazırlıq olmalıdır yəni. Düzdür. Və dördüncüsü, bəlkə də ən vacibi, bu risk mümkün qədər kiçik miqyaslı olmalıdır ki, əgər uğursuzluq olsa, siz tamamilə məhv olmayasınız. Yəni, yeni ərazi, mənalı məqsəd, məntiqi fərziyyə və kiçik miqyas. Mənə mənbədəki o tarixi nümunələr çox təsir etdi. Təsəvvür edin, 1950-ci illərdə doktor Clarence Dennis açıq ürək əməliyyatının mümkün edəcək ürək ağciyər aparatını kəşf etməyə çalışırdı. O vaxtlar heç kim bunu etməmişdi. Yəni, bu tamamilə yeni bir ərazi idi. Bəli, sıfırdan başlayırdı. Qurdu və nəhayət insan üzərində əməliyyat etdi. Lakin təəssüf ki, o ilk xəstələr həyatını itirdi. Bu cərrah üçün yəqin ki, çox sarsıdıcı idi. Amma mənbə yenə də bunu ağıllı uğursuzluq adlandırır. Niyə? Çünki bayaq dediyimiz o 4 kriteriyanın hamısı orada var idi. O, kör-körənə risk etməmişdi. İnsanlıq üçün çox böyük həyati bir fürsətin arxasınca gedirdi. Və o uğursuzluqlar sayəsində cihazın problemləri tapıldı.
Bugün o aparat milyonlarla insanın həyatını xilas edir axı. Elədir. Eyni məntiqi biz Jocelyn Bell'in astrofizika kəşfində də görürük. Həm, Jocelyn Bell'in hekayəsi xüsusilə maraqlıdır. O, radioteleskopun qeydlərini analiz edəndə kağız üzərində sadəcə qəribə xətlər, cızma-qaralar görür. Və onun rəhbəri olan təcrübəli alim ona deyir ki, yəqin cihazın xətasıdır, diqqət etmə, at geçsin. Yəni, çoxumuz yəqin ki, rəhbərin sözünə qulaq asardıq da, bəs o nə etdi və niyə bu ağıllı uğursuzluqdur? Çünki Bell o yanlış məlumata böyük bir maraqla yanaşdı. Qorxov geri çəkilmədi. Düşündü ki, bəs bu xəta nəsə başqa bir şeydirsə. Yəni, bir fərziyyə irəli sürdü. Rədd etmək yerinə dərinliyə getdi. Və məlum oldu ki, o cızma-qaralar əslində kainatın dərinliklərindən gələn siqnallardır. Pulsarları kəşf etmişdi. Bəli, o pulsarları kəşf etdi. Düzdür, rəhbəri bu kəşfə görə Nobel mükafatı aldı, bu da ayrı bir dərddir. Amma əsas məsələ odur ki, Bell cihazın səhv etdiyini ehtimal edərək riskə getdi. Ağıllı uğursuzluq anomaliyaları səhvləri gizlətmək yox, onları tədqiq etməkdir. Aydın məsələdir. Amma indi bizi dinləyənlər bəlkə də fikirləşir ki, yəni bu nümunələr yalnız elmi laboratoriyalarda, böyük kəşflərdə baş verir. Bəs gündəlik həyatımızda ağıllı uğursuzluq necə olur? O dating jani tanışlıq tətbiqi hekayəsini deyirsəniz? Bəli, Amy Webb'in hekayəsi. Bu məncə mükəmməl misaldır. O, onlayn tanışlıq tətbiqindən istifadə edir və bir gün çox bərbad bir görüş yaşayır. Təsəvvür edin, görüşdüyü kişi restoranda yeməyini yeyir və hesabı ödəmədən qaçıb gedir. Dəhşətli vəziyyətdir. Yəni, əksər insanlar belə bir travmadan sonra özünə qapanar ya da o tətbiqi həmişəlik silərdi telefonundan. Amma o belə etmədi. Etmədi. Çünki o vəziyyəti tamamilə fərqli çərçivəyə saldı. Yəni, düşünmədi ki, mən uğursuzam, düşündü ki, bu alqoritm düzgün işləmir və mən bu sistemi sındıra bilərəm. Aha, O, kiçik bir təcrübə aparmağa qərar verdi. Getdi 10 dənə saxta kişi profili yaratdı. Bu profillərin alqoritmin necə işlədiyini analiz etdi. Hansı profillərin daha çox diqqət çəkdiyini tapdı, məlumat topladı. dataya çevirdi problemi. Bəli, və o datalar əsasında öz şəxsi profilini yenidən optimallaşdırdı. Nəticə nə oldu? O, məhz o tətbiq vasitəsilə gələcək həyat yoldaşını tapdı. O, böyük bir məyusluq yaşamaq əvəzinə, kiçik risklər alaraq ağıllı uğursuzluğun gündəlik həyatdakı ən, belə deyək, gözəl tətbiqini etdi. Deməli, əslində ağıllı uğursuzluq suya kor-korana baş vurmaq deyil. Bu, sadəcə suyun temperaturunu yoxlamaq üçün barmağının ucunu suya salmaq kimidir. Yəni, suyun soyuq olduğunu görsən belə, boğulmursan da, sadəcə öyrənirsən. Dəqiq. Yaxşı, bəs biz heç bir fərziyyə qurmasaq, əvvəlcədən dərsimizi yaxşı oxumasaq, necə? Bu bizi biraz qorxulu bir suala gətirir. Tutaq ki, yeni ərazidə deyilik, hər şeyi bilirik, amma yenə də səhv edirik. Ağıllı uğursuzluqlar xəritə olmayan yerdə baş verirsə, bəs əlimizdə xəritə ola-ola uçurma yuvarlanmağımızın səbəbi nədir? Bax, bu artıq başqa kateqoriyadır. Hə, yəni biz indi təməl uğursuzluqlara keçirik. Bu növ uğursuzluqlar niyə yaranır? Təməl uğursuzluqlar tamamilə tanış, bildiyimiz, dəfələrlə tətbiq etdiyimiz bir sahədə baş verir və onların adətən tək bir səbəbi olur. Diqqətsizlik, etinadızlıq, həddindən artıq özünə inam və ya məlumatı qulaq ardı etmək. Əgər məlumata məhəl qoymursunuzsa, bu artıq ağıllı səhv ola bilməz axı. Yəni əvvəlcədən xəbərdarlıq var. Bəli, məsələn 1992-ci ildə o məşhur Kristal Pepsi hadisəsini xatırlayaq. Şirkət rəhbərliyi şəffaf rəngli Pepsi buraxmaq istəyir. Laboratoriya işçiləri açıq şəkildə xəbərdarlıq edirlər ki, baxın, şəffaf içkilər, şəffaf butulkalarda günəş işığına məruz qaldıqda dadını sürətlə itirir. Xarab olur da yəni. Hə, xarab olur. Rəhbərlik isə bu elmi xəbərdarlığı sadəcə qulaq ardı edir, təkəbbürlə məhsulu bazara çıxarırlar və nəticə milyonlarla dollarlıq tam bir fəlakət. Onların əlində xəritə var idi, amma onlar GPS-i bağlayıb qaza bastırırlar. Bu, mütəxəssislərə qulaq asmamağın nəticəsidir. Yaxşı, bəs mütəxəssislərin özü diqqətsizlik edəndə necə olur? O daha pis. Məsələn, Citibank fəlakətini götürək də. Bu elə absurd bir səhvdir ki, adamın inanmağı gəlmir. Bank işçiləri kompleks bir proqram təminatında sadəcə interfeysdə bir neçə düzgün qutunu işarələməyi unudurlar. Və bir kliklə səhvən 900 milyon dollar pul başqa hesaba göndərilir. 900 milyon? Bəli, kiçik bir klik xətası.
Sadəcə bir diqqətsizlik. Yaxud daha faciəvi bir misal, Air Florida uçuş 90 qəzası. O pilotlar çox təcrübəli idilər axı. Baxın, məhz təcrübəli olduqları üçün bu faciə baş verdi. Necə yəni? Təməl uğursuzluqların ən sinsi tərəfi vərdişdir. O pilotlar hər gün Florida kimi isti bir ştatda uçuş edirdilər. İsti havada təyyarənin o buz əridici sistemini işə salmağa heç vaxt ehtiyac qalmır axı. Hə, heç vaxt donmur deyə. Lakin bir qış günü, kəskən soyuqda Vaşinqtondan uçarkən yenə də avtopilot kimi davranırlar. Uçuş qabağı yoxlama siyahısından o qədər sürətlə əzbər keçirlər ki, o vacib buz əridici sistemi işə salmağı unudurlar. Vərdiş onların reallıq hissini tamamilə dondurmuşdu. Və təyyarə havaya qalxan kimi çaya çırpılır. Çox dəhşətlidir. Mənbədə müəllifin o danışdığı yelkənli qayıq qəzası da məhz bu psixologiyaya əsaslanır. Adam gəncliyindən bəri bu idmanla məşğuldur, qaydanı əzbər bilir. Lakin yarış vaxtı diqqəti cəmi bir saniyəlik başqa yerə yayınır. Təcrübəsinə o qədər güvənir ki, ani boşluq yaranır və sürətlə hərəkət edən dirək gəlib onun başına çırpılır. Nəticədə xəstəxanalıq olur. Bəli, bu da vərdişin gətirdiyi rahatlıqdır. Tüm bunlar məni bir sual ətrafında düşünməyə vadar edir. Yəni siz, mən, bizi dinləyən hər kəs, biz maşın deyilik axı. Biz yoruluruq, şəxsi problemlərimiz olur, bir anlıq diqqətimiz dağılır. İnsan təbiətinin bu qaçılmaz qüsurlarını necə aşaq? Təməl uğursuzluqların qarşısını necə ala bilərik? Bunun ən təsirli həlli sənayenin tapdığı Poka-Yoke, yəni səhvlərdən sığortalama konsepsiyasıdır. Xüsusilə Yaponların Toyota zavodlarında yaratdığı o Andon kəndiri sistemi buna ən mükəmməl nümunədir. Sistem elə qurulur ki, insan xətası zəncirvari fəlakətə çevrilməsin. O sistem necə işləyir ki? Çox sadə. Toyota zavodunda hər bir fəhlənin başının üzərində bir kəndir var. Əgər hər hansı işçi istehsalat prosesində istər özü etsin, istərsə də maşın etsin, ən kiçik bir səhv və ya problem görsə, o kəndiri çəkir və bütün istehsalat xətti anında dayanır. Bir dəqiqə, yəni adi bir işçi kəndiri çəkir və kosmik miqyasda bir zavod dayanır. Bəli, tamamilə dayanır. Məntiqən rəhbərli o işçini cəzalandırmalıdır axı. Sən işi dayandırıb minlərlə dollar zərər vurdun deyə. Məhz fərqlilik buradadır. Andon kandanın gücü o düymədə deyil, yaratdığı mədəniyyətdədir. Kandar çəkiləndə rəhbərlik qaçaraq işçinin yanına gəlir və qışqırmaq əvəzinə təşəkkür edir. Doğrudan. Bəli, deyirlər ki, sən kiçik bir xətanı gizlətmədin, maşının qüsurlu yığılmasının və gələcəkdə böyük bir qəzanın qarşısını aldın. Problemi dərhal, cəzasız şəkildə həll edirlər. Fordun keçmiş rəhbəri Alan Mulally də bənzər sistem qurmuşdu. O rənglərlə bağlı sistem, düzdür. Elədir. O, iclaslarda menecerlərdən problemləri rənglərlə bildirmələrini tələb edirdi. Yaşıl problem yoxdur, qırmızı problem var. İlk iclaslarda hər kəs qorxudan hər şeyi yaşıl kimi təqdim edirdi. Təbii, heç kim qırmızı demək istəməz. Lakin bir gün bir rəhbər cəsarət edib layihəsini qırmızı kimi göstərəndə, Mulally onu bütün zalın qarşısında alqışladı. O, cəzalandırmadı, soruşdu ki, biz sənə necə kömək edə bilərik? İşçilər anladı ki, problemi gizlətmək yox, vaxtında üzə çıxarmaq dəyərlidir. Biz buna günahsız hesabat deyirik. Çox gözəl yanaşmadır. Yəni biz elə mühit yaratmalıyıq ki, xəta böyüməsin. Yaxşı, bəs o zaman nə baş verir ki, ortada nə böyük bir diqqətsizlik var, nə də tək başına bir səhv. Amma çox kiçik, yəni cüzi faktorlar fərqinə varmadan bir-birinə qoşulur və nəhəng bir fəlakət yaradır. Hə, bu ən mürəkkəb olanıdır. Bəli, biz indi mürəkkəb uğursuzluqlara gəlirik. Mən bunu İsveçrə pendiri modelinə bənzədirəm. Bilirsiniz də, pendirin içində fərqli yerlərdə dəliklər olur. Aha. Adətən o deliklərdən baxanda o biri tərəfi görmürsünüz. Lakin bəzən elə bir an gəlir ki, bütün o pendir dilimlərindəki dəliklər təsadüfən eyni hizaya gəlir və işıq tam o tərəfə keçir. Fəlakət o an baş verir. Mürəkkəb uğursuzluqlar tam olaraq budurmu? Bəli, bu mükəmməl izahdır. Yəni, təməl uğursuzluqlarda vahid bir günahkarı barmaqla göstərə bilirik ki, bunu sən etdin. Mürəkkəb uğursuzluqlarda isə tək bir günahkar yoxdur. Bir neçə xırda, tək başına zərərsiz görünən detal üst-üstə gələrək o dəlikləri hizalayır.
1967-ci ildə o Torrey Canyon neft sızımçısının misal çəkək. O gəmi qəzası. Bəli, kapitan Bastirengo Ruyati çox peşəkar bir dənizçi idi. Gəminin qayalara çırpılıb 13 milyon qallon neftin dənizə tökülməsi heç də tək bir adamın səhvi değildi. Baxın o gün nələr baş vermişdi. Aha. İkincisi, qabarma çəkilmə cədvəlinə görə limana çatmaq üçün vaxt daralmışdı, tələskənlik var idi. Üçüncüsü, anidən qatı duman düşdü. Hamısı üst-üstə gəlir. Bitmədi. Dördüncüsü, qarşılarına gözlənilmədən balaca omar qayıqları çıxdı, manevr etməli oldular. Və nəhayət, sükan mexanizmində kiçik bir gecikmə var idi. Dizayn qüsuru. Bunların heç biri tək başına gəmini batırmazdı. Amma hamısı eyni anda baş verdiyi üçün o İsveçrə pendiri effekti yarandı. Və sonda yəqin ki, tək bir adamı günahlandırdılar. Təbii, fəlakətdən sonra insanlar və sığorta şirkətləri kapitanı asıb kəsdilər, lakin əslində problem tamamən sistemin çökməsi idi. Və qorxulusu odur ki, biz eyni mexanizmi bugün də fərqli sahələrdə görürük. Məsələn, Florida ştatında o Champlain Towers South binasının qəfildən çökməsini xatırlayaq. Bina axı bir gecədə çökməmişdi. Xeyr, uzun proses idi. İllər əvvəl bina bataqlıq ərazidə tikilmişdi, bu birinci dəlik. Alt qarajda struktur çatlar yaranmışdı, ikinci dəlik. Mütəxəssislər təcili təmir lazımdır deyə xəbərdarlıq hesabatları vermişdi, lakin büdcə problemləri və bürokratiya səbəbindən bu təmir illərlə gecikdirilmişdi. Hamısı eyni hizaya gəldi və fəlakət oldu. Eynilə. O Brian Bagge adlı dalğıcın ölümündə də eyni şey olmuşdu. Bəli, cədvəlin tələsik olması, avadanlıqların əvvəlcədən yoxlanılmaması, komandadakı o hərbi rütbə qorxusu səbəbindən heç kimin rəhbərə etiraz edə bilməməsi. Bütün bunlar birləşib ölümcül bir nəticə verdi. Amma mənim burada bir sualım yaranır da. Buyurun. Əgər bu fəlakətlərdə hər kəsin kiçik bir payı varsa, hər faktor müəyyən qədər rol oynayırsa, günahkar kimdir? Yəni biz kimi cəzalandırmalıyıq? Çünki cəza yoxdursa bunu necə dayandıra bilərik axı? Baxın, bizim ən böyük səhvimiz məhz elə o kimi cəzalandıraq sualını verməyimizdir. O bəhs etdiyiniz dalğıcın həyat yoldaşı var Ashley Butch, məhz buna görə nümunəvi bir addım atdı. Nə etdi ki? O, ərinin ölümündən sonra kimsəni məhkəməyə verib qisas almaqdan imtina etdi. Çünki əgər o bir nəfərə hədəf alıb günahlandırsaydı, sistemdəki o xırda qüsurlar heç vaxt üzə çıxmayacaqdı. İnsanlar qorxudan susacaqdılar. Doğrudan da elədir. Mürəkkəb uğursuzluqlar heç vaxt qəfildən gəlmir axı. Onların mütləq xəbərdarlıq siqnalları olur. Binadakı çatlar kimi və ya dalğıc avadanlığındakı nasazlıqlar kimi. Bizim məqsədimiz günahlandırma oyunu oynamaq deyil, bu kiçik xəbərdarlıqları vaxtında tutacaq, qorxusuz bir mühit qurmaqdır. Təməl xətaları gizlətməyən mədəniyyət yaratmalıyıq. Çox dərində doğrudan da. Beləliklə, gəlin bugünkü bu dərin təhlilimizi bir yerə toplayaq. Sizə, yəni bizi dinləyən hər kəsə səslənirəm. Bundan sonra həyatınızda və ya işinizdə bir xəta olanda, avtomatik olaraq özünüzü qırmancalamayın. Əgər naməlum sulardasınızsa və fərziyyə əsasında risk etmisinizsə, o ağıllı uğursuzluqları qürurla qeyd edin. Bəli, bu inkişafdır. Amma əgər bildiyiniz qaydaları diqqətsizlikdən pozmusunuzsa, o təməl uğursuzluqları o Pokayoke sistemi ilə, yəni yoxlama siyahıları ilə sıfıra endirməyə çalışın. Və mürəkkəb uğursuzluqlara qarşı isə gözünüzü daim açıq tutun. Kiçik xəbərdarlıq siqnallarını ciddiyə alın. Yəni məndən deyil deməyin. Tam olaraq bu. Lakin söhbətimizi yekunlaşdırarkən, bugünkü təhlilimizdən beynimdə yaranan və məni biraz da narahat edən yeni bir düşüncəni sizinlə paylaşmaq istəyirəm. Təsəvvür edin ki, dünyamız getdikcə rəqəmsallaşır. Təyyarə cədvəllərindən tutmuş xəstəxanalardakı əməliyyat növbələrinə qədər hər şeyi süni intellekt və alqoritmlər idarə edir. Aha, maraqlı nöqtədir. Biz bugün insan psixologiyasından, o psixoloji təhlükəsizlikdən, qorxudan danışdıqda, lakin alqoritmlərin utanc və ya qorxu hissi yoxdur. Onlar psixoloji təhlükəsizlik axtarmırlar, sadəcə verilən datanı icra edirlər. Bəs görəsən bu rəqəmsal və qüsursuz sandığımız sistemlər, fərqinə varmadan bir fəlakətə, mürəkkəb bir uğursuzluğa doğru gedəndə, o andon kəndirini çəkəcək insanlıq faktoru orada olacaqmı? Biz rəqəmsal dünyamıza səhv etməyi necə öyrədəcəyik? Yəni, bu həqiqətən də yaxın gələcəyin ən böyük sınağıdır.
Maşınlara tapşırıqları qüsursuz yerinə yetirməyi öyrədirik, bəs onlara mən bilmirəm deməyi, yaxud burada nəsə düz getmir siqnalını verməyi necə öyrədəcəyik? Düzdür. Bəlkə də gələcəyin ən böyük ağıllı uğursuzluğu elə bu alqoritmlərlə edəcəyimiz o kiçik sınaq səhvləri olacaq. Görünür ki, xəritəmizi hələ də təkmilləşdirməliyik. Əsas odur ki, xəritə səhv olduqda GPS-in kör-körəni o qaza bas əmrinə tabe olmayaq. Uğursuzluğa baxışımızı tamamilə dəyişən bugünkü dərin təhlilimizə qoşulduğunuz üçün sizə, bizi dinləyənlərə təşəkkür edirik. Ümid edirəm ki, artıq səhv etməkdən qorxmayacaq, onları düzgün analiz edərək irəliyə doğru daha güclü addımlar atacaqsınız. Özünüzə və qurduğunuz fərziyyələrə yaxşı baxın. Növbəti araşdırmalarda görüşənədək.